Hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə dövrü qanun, dövrü sistem mövzusunu keçəcəyik. Deməli, ümumilikdə dövrü qanun, yəni dövrü sistemin yaradıcısı Mendeleyev olub və Mendeleyevin dövrü sistemində ümumilikdə 7 dövr və 8 qrup olub. Əslində 7 dövr, 8 qrup və 16 yarım qrup ifadəsini işlədir. Yəni 16 yarım qrup. Yəni burada artıq böyük və kiçik dövrlərə görə ümumiyyətlə bölünüb də bu qruplar. Ümumilikdə yəni 7 dövr 8 qrupdan ibarətdir dövr sistemin. Belə deyək də dövr sistem 7 dövr və 8 qrupdan ibarətdir. Deməli, dövr sistemin ümumilikdə biz quruluş formunu yaradanda ilk növbədə deməli biz deyirik ki, dövr sistem dedik ki 7 dövrdən və 8 qrupdan ibarətdir. Qruplar bu formada yazacağam. Birinci, ikinci qrup, üçüncü qrup, dördüncü qrup, beşinci, altıncı, yeddinci və səkkizinci qrupdan ibarətdir. Deməli, və ümumilikdə dedik ki 7 dövrdən 8 qrupdan ibarətdir. Yəni qruplar bu istiqamətdə yuxarıdan aşağı bu formada gəlir və yaxud da aşağıdan yuxarı fərqi yoxdur da, yəni bu formada ola bilər. Amma dövrlər dediyimiz isə nədir? Sağdan sola və yaxud da soldan sağa istiqamətdə, yəni istiqamətlənmiş elementlərin sırasında deyilir. Birinci qrupda yerləşən elementlərə baxsaq, birinci qrupda yerləşir litium, natrium, düzdür. Biz əsas yarım qrupları öyrənirik normalda, əlavə yarım qrupları var. Ümumiyyətlə qruplar əsas və əlavə olmaqla 2 qrupa bölünür. Birinci dedik ki, əsas yarım qrupda yerləşənlər litium, natrium, kalium, rubidium, sezium və fransiyum. Əsas yarım qrupda yerləşən bunlardır. İkinci yarım qrupda yerləşirlər berilium, magnezium, kalsium, stronsium, barium. Üçüncü yarım qrupda yerləşir bor və alüminium. Əsas yarım qrupdan söhbət gedir. Dördüncü yarım qrupda yerləşir karbon, silisium. 5-də azot, fosfor. 6-da oksigen, kükürt, selen. 7-də flor, xlor, brom, yod. Və 8-ci yarım qrupda yerləşir helium, neon, argon, kripton, ksenon və radon. Bunlar deməli əsas yarım qrupun elementləridir və biz bunları əzbərləməliyik. Yəni birinci qrupda nə yerləşir, ikinci qrupda nə yerləşir bu formada. Yəni biz bilməliyik birinci qrupda yerləşən elementlər litium, natrium, kalium, rubidium, sezium, fransiyum, bax bunlardır. Sonra ikinci qrupda yerləşən elementləri bilməliyik mütləq. Bax bunlar, yəni berilium, magnezium, kalsium, stronsium, barium. Sonra üçüncü qrupda yerləşənləri bor, alüminium. Dördüncü yarım qrupda yerləşən elementlər karbon, silisiumdur. Beşinci yarım qrupda yerləşənlər azot, fosfor. 6-da oksigen, kükürt. 7-də flor, xlor, brom, yod. 8-də helium, neon, argon, kripton, ksenon, radon. Deməli uşaqlar, biz indi qrupa və dövrə tərif veririk. Diqqətli olaq. Deməli, dövrə tərif verəndə dövr dedim hansı istiqamətdə olur? Bu istiqamətdə olur. Onda dövrün tərifi başlayana deyirik ki, uşaqlar, ilk növbədə bunu da deyim ki, birinci qrupa biz deyirik qələvi metallar. İndi bunların adlarını öyrənəcəyik. Qələvi metallar. Qələvi metallar. Deməli, birinci qrup qələvi metal olduğu üçün tərif verəndə deyirik ki, qələvi metalla başlayıb təsirsiz qazla bitən elementlər sırasına. Baxın, qələvi metalla başladı, təsirsiz qazla bitdi. Ona görə dövrün tərifi odur ki, qələvi metalla başlayıb təsirsiz qazla bitən elementlər sırasına deyilir dövr. Fikir verirsəz, nə bilim rubidiumla, yəni qələvi metalla başladı, argonla bitdi. Ona görə tərif budur ki, dövrün tərifi qələvi metalla başlayıb təsirsiz qazla bitən elementlər sırasına deyilir dövr. Bəs qrup nədir? Qrup isə heç nə. Bu arada dövr artıq biz bunu riyaziyyatdan da bilirik. Üfüqi istiqamətdir. Üfüqi, yəni bu istiqamət olduğuna görə buna biz üfüqi deyirik. Qrupun tərifi verəndə isə deyirik ki, şaqili, baxın aşağıdan yuxarı və yaxud da yuxarıdan aşağı nədir? Şaqilidir. Şaqili istiqamətdə yığılmış elementlər toplusuna deyilir qrup. Deməli, bu qrupda yerləşənlər, yəni bura yazdığım bizdə əsas tələb olunan imtahanda bunlar tələb olunur və bunlar əsas yarım qrupda yerləşən elementlərdir. Qruplar ümumiyyətlə əsas və əlavə olur. İndi biz bunları elektron formulu olanda deyəcəyik. Amma hal-hazırda yəni biz qrup və dövrə tərif verdik və birinci qrupda yerləşən elementləri adlandırdıq qələvi metallar. İkinci qrupda yerləşən elementləri adlandırırıq qələvi torpaq metalları. Yəni bu kalsium, stronsium, bariuma biz deyirik qələvi torpaq metalları.
Sonra üçüncü qrup bor alüminiumdur. Bunların xüsusi adı yoxdur. Sadəcə bor qrupu deyə bilərik. Dördüncü qrup karbon silisiumdur. Beşinci qrup azot fosfordur. Yenə xüsusi adları yoxdur qrupun. Altıncı qrupun xüsusi adı var. Altıncı qrupun adı xalkogendir. Xalkogen. Yeddinci qrupun adı isə hallogendir. 6 xalkogendir, 7 hallogendir. 8-ə keçin. 8-ə təsirsiz qaz. Təsirsiz qaz. Yəni nəcib qazlar təsirsiz qazlar adlanırlar. Yəni bir də bunu da belə deməli deyək. Birinci qrup olur hansı metallar? Gələvi metallar. İkinci qrup adlanır gələvi torpaq metalları, gələvi torpaq. Üçüncü qrupun xüsusi adı yoxdur. Yəni üçüncü qrupa yerləşir bor, alüminium sadəcə. Yəni üçüncü qrupda yerləşən elementlər bor, alüminiumdur. Biz buna bor qrupu da deyə bilərik. Məsələn, dördüncü qrupa yerləşir karbondan silisium. Yəni xüsusi adı yoxdur, sadəcə karbon qrupu deyilir, gedir. Beşinci qrupda yerləşir azotdan fosfor, yəni azot qrupu deyilir, gedir. Altıncı qrup artıq oksigen kükürt. Bax bu elementlər adlanır xalkogenlər, xalkogenlər. Yeddinci yarım qrupda yerləşən elementlər, yeddinci yarım qrupda yerləşən elementlər adlanır hallogenlər, hallogenlər və 8-ci yarım qrupda yerləşən elementlər adlanır deməli təsirsiz qazlar, təsirsiz qazlar və o təsirsiz qazlar indi niyə təsirsizdir? Yəni heç bir maddə ilə reaksiyaya girmir, təsirsizdirlər. Ona görə onları biz təsirsiz adlandırırıq. İndi birinci yarım qrupda yerləşən elementlər, birinci yarım qrupda yerləşən elementlər dediyimiz kimi hansılar idi? Lityum idi, natrium idi, kalium idi, rubidium idi, sezium idi. Düzdür, bir də fransiyum. Bax bunlar gələvi metallar adlanırdı. Bunlar birvalentdilər. Birinci qrupda yerləşirlər və birvalentdilər. Sabit valentli elementlərdir. Sabit valentli elementlərdir. İkinci yarım qrupda yerləşən elementlər deyirdik nələr aiddir? Berilyum, magnezium, kalsium, stronsium və barium. Bax bunlar adlanırdı gələvi torpaq metalları. Gələvi torpaq metalları. Deməli gələvi torpaq metalları bunlar neçə valentlər uşaqlar? 2 valent. 2 valent. Yenə də sabit valentli elementlərdirlər. 2 valent göstərirlər birləşmələrdə. Sonra üçüncü yarım qrupda yerləşən elementlər olurdu bor və alüminium. Deməli üçüncü yarım qrupda yerləşir bunlar. Deməli valentliklər neçədir? 3 valentdir. 3 valentdir. Bunlar da yenə sabit valentli elementlərdirlər. Sabit valentli elementlərdirlər. Birinci, ikinci və üçüncü yarım qrupda yerləşən elementlərin hər biri metallardır bu arada. Yəni birinci yarım qrupda bax bunlar hamısı, ikinci yarım qrupda həmçinin bunlar, yəni berilyum, magnezium, kalsium, stronsium, barium. Sonra üçüncü yarım qrupda yerləşən elementlər bor, alüminium, bunlar metallardılar. Bura qədər, üçüncü yarım qrupa qədər adlarını çəkdiklərim hər biri adlanır metallar, əsas yarım qrupda. O ki, dördüncü qrupa geçirik. Dördüncü qrupda hansılar başlayır? Dördüncü yarım qrupda karbondan silisium. Bax, buradan artıq başlayır qeyri-metallar. Qeyri-metallar. Əslində, indi deyəcəm, dördüncü yarım qrupdan qeyri-metallar hamısı qeyri-metallardır. Bu arada hamısı dediyim əsas yarım qrupda yerləşənlərdir. Əsas yarım qrupda yerləşənlər qeyri-metallardır. Yəni 4-cü qrupda karbon, silisium, 5-ci qrupda azot, fosfor, bunlar hamısı qeyri-metaldır. Bundan sonra nə yazırıqsa hamısı qeyri-metaldır. Bir dənə də 3-cü qrupda bor. Bor özü də qeyri-metal xassətinə malikdir. Alüminium metaldır, amma bor özü qeyri-metaldır. Bunu da belə bildik. İndi birinci yarım qrupun deməli, gəlin hidridlərin baş oksidlərin formulunu deyim. Ondan sonra artıb azalmanı deyək. Deməli, baxın, yazıram birinci qrup. Sonra yazıram ikinci qrup, üçüncü qrup, dördüncü qrup, beşinci qrup, altıncı, yeddinci və səkkizinci qrup. Birinci yarım qrupun baş oksidin formulu. Yəni biz birinci qrupu R kimi işarə eləsək, R kimi. Onda bunun baş oksidin formulu olacaq R2O. Niyə? Çünki birinci qrup 1 valentdir. 1 valent olduğuna görə bu 1 valentdir. Bu da oksid də 2 valent olduğuna görə 2 bura düşür, 1 bura düşür, olur R2O. İkinci qrupda oksigen 2, R də 2 valent. Ona görə RO. Üçüncü qrupda RO, oksigen 3 valent, üzr istəyirəm. Oksigen 2 valent, R də neçə valent? Artıq üçüncü qrupsa 3 valent. Deməli oldu nə? R2, O3. 2 bura düşür, 3 bura düşür. Dördüncü qrupda, indi dördüncü qrupda deməli
Hə, 4-cü qrupda da hələ ki R-O2 olacaq, çünki bu 4-dür. Oksigen də 2-dir də, düzdür? Bax bu 4-cü yarım qrupda R4-dür. Oksigen də 2, 4 ilə 2 ixtisar gedir, qalır burada 2, 2 də düşür bura. 1 də ki buradadır, 1 düşür bura R-O2. İndi 5-ci yarım qrupda. 5-ci yarım qrupda da 5 valent olaraq gedəcək R2, O5, yəni oksigen 2, R də deməli 5 valent, ona görə 5 ilə 2 ixtisar getmir, bura düşür, 2 də bura düşür. 6-cı yarım qrupda, hansı olacaq 6-cı yarım qrupda? Deməli 6-cı yarım qrupda RO3. Niyə? Çünki oksigen 2 valentdir, 6-cı yarım qrupda 6 valentdir, maksimum 6 valentdir. 6 ilə 2 ixtisar gedir, qalır 3-ün 1-ə, 3 bura düşür, 1 bura düşür. 7-ci yarım qrupda, məsələn 7-ci qrupda indi 7-ci qrupunun baş oksigen formu necə olacaq? RO, oksigen 2, R-dəki təbii ki 7. Ona görə ixtisar getmədiyi üçün R2O7. Və 8-ci qrupda, 8-ci qrupda yenə yazıram RO, oksigen 2 valentdir, R-də 8. 2 ilə 8 ixtisar gedəndə deməli qalır, özür istəyirəm, 8-ci qrup neyəm? 8-ci qrupun baş oksigen formulu yoxdur, artıq 7-yə qədər gedəcək. 8 təsirsiz qazdır da. 8 təsirsiz qaz olduğuna görə, yəni 8-ci yarım qrup artıq təsirsiz olduğuna görə onların baş oksidləri və yaxud da hidridləri yoxdur. 7-yə qədər olur, R2O7. Gəlir indi, yəni baş oksigen formulu qrupun nömrəsinə uyğundur. Ümumiyyətlə, elementin ən yüksək valenti onun qrupunun nömrəsinə uyğun gəlir. Yəni 7-ci qrupun ən yüksək valenti 7 olacaq, 6-cı qrupda 6 olacaq, 5-ci qrupda 5 olacaq. Yəni bu formada. Bəs hidridlərinin formulu. Hidridlərində biraz diqqətli olmalıyıq. Deməli yazıram 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, 4-cü qrup. Deməli 1-ci yarım qrupunun formulu olur RH. Birinci belə deyim sizə. Deməli RH, RH2, sonra RH3, adı artıb gedir RH4. Sonra isə başlayır azalmağa. Deməli 5-ci yarım qrup, 6-cı, bu da 7-ci. Deməli 6-cı, 7-ci. RH4-dən sonra düşür aşağı. RH3, RH2 və RH bu formada. Düşünün ki, yəni deyəcəyim qayda sizə aydın olmasa, ən azından belə yadda saxlaya bilərsiniz. RH, RH2, RH3, RH4, sonra da başlayır azalmağa. RH3, RH2, RH. Amma belə deyəndə necədir? İlk növbədə deyim ki, deməli 3-cü yarım qrupa qədər olan birləşmələri biz deyirik uçucu olmayan. Çünki 3-cü yarım qrupa qədər metallardır da. Ondan sonrasıları isə uçuculardır artıq. Yəni metallar uçucu olmur da. Metal da adı üstündə. Bəlkə də bunlar necə uçucu olsun ki? Amma sonradan artıq 4-cü yarım qrupdan başlayaraq qazlar falan başlayırıq. Yəni artıq burada deməli müəyyən qədər nə olur? Uçuculuq başlayır. Ona görə biz deyirik ki, deməli uçuculuq başlayır 4-cü yarım qrupdan etibarən, yəni elementlər uçucu olmağa başlayırlar. Digərləri isə, yəni bunlar isə artıq uçucu olmayan birləşmələr idi. 1-ci yarım qrupdursa hidrogen 1 valentdir, R də 1 valentdir, ona görə RH olur. 2-ci yarım qrupda hidrogen 1-dir, R neçə valentdir? 2 valentdir. 2 olduğuna görə də yəni burada artıq RH2 olur. Sonra 3-cü yarım qrupda həmçinin hidrogen 1 valent, R də 3 valent, ona görə RH3. 4-cü yarım qrupda R 4 valent, hidrogen isə 1 valent, ona görə RH nə? 4. 5-ci yarım qrupdan etibarən indi də biz RH5 demirik. Deməli RH5 demirik. Niyə? Çünki uçucu birləşmələrdə, bax mən dedim ki, bunlar uçucu olmayanlardır. Düzdür, uçucu olmayan. Bax bura qədər RH4-ə qədər gəlirdi uçucu olmayanlar. Bərk haldaydı da. Yəni 4-cü yarım qrup. Mən bayaqlar 4-də uçucu dedim. Səhv eləmirəmsə 4 də uçucu olmayan. Niyə? Çünki karbon sülüsün bərk haldadır. Yəni bərk halda olduğuna görə onlar uçucu olmur. Amma 5-ci qrupda artıq azot başlayır, artıq uçuculuq başlayır. 6-cı qrupda məsələn oksigen qazdır, yəni uçucudur. 7-ci qrupda flor, xlor var, yəni qazdır, uçucudur. Uçucu qaz olar, uçucu olmayan bərk olar. Ona görə 4-ə qədər uçucu olmayanlardır. Uçucularda necə tapırıq bəs? Yəni uçucu olmayanlarda adi qayda ilə gedir. RH, RH, RH3, RH4. Uçucularda necə olur? Ümumi ən belə deyim də qrupun nömrəsini isə 5. Çıxırsınız 8-dən eləyir neçə? 3. Vəsiyo. Ona görə yəni RH3 yazırıq. Və yaxud da məsələn 6-cı yarım qrupda 6-dan çıxırsınız qrupun ən yüksək qrupu 8-i. Bu da eləyir 2. Yəni mənfi 2 eləyir. Sadəcə oksigenləşmə dərəcəsinə uyğun deyirəm də artıq. Yəni oksigenləşmə dərəcəsini zaten tapanda deyirsiniz ki, hidrogen müsbət verdi, R də mənfi 2-dir də. Yəni buradan tapırsınız ki, 6-dan 8-ə çıxdınız elədi mənfi 2.
7-ci qrupda da həmçinin eyni formadadır. Yəni 7-ci qrupda ən yüksək 7-ci qrupun məsələn hidridin formulunu tapmağa çalışırsınız. Nə edəcəksiniz? 7 yazacaqsınız. Bir də çıxacaqsınız ən yüksək, yəni 8-i. Eləyəcək -1. Yəni 1-dir də belə çıxır ki, RH olacaq. Bu formada yəni gedir. Uçucu olmayanlarda rahatdır. Uçucu olmayanlarda adi qaydana. Uçucu olmayanlar 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, bir də 4-cü qrupdur. Və bunlar adi qaydana, yəni RH, sonra gəlir RH2, sonra gəlir RH3 və RH4. Amma uçucularda artıq nə edirik? Artıq 5-ci qrupdursa 8-dən 5-i çıxın eləyir 3, yazın RH3. 6-cı yarım qrupdursa 8-dən 6-nı çıxın yazın RH2. 7-ci yarım qrupdursa nə edirsiniz? 8-dən 7-ni çıxırsınız, yazırsınız RH bu formada gedir. Yəni, uçucu və uçucu olmayan birləşmələrin ümumilikdə hidridinin formulu budur. Baş oksid isə rahatdır da. Yəni 6-cı qrupdursa yazın 6 valentdir. Ona görə RO3. Yəni oksigen 2 valent, R-də 6 valent ixtisar geçsin. 3-ün 1-ə, 3 düşəcək bura, 1 düşəcək bura. Və yaxud da 4-cü qrupdursa RO yazırsınız. R neçə valentdir deməli 4. Oksigen neçə valentdir 2. İxtisar yaparanda bura düşür 2, bura düşür 1. Çarpaz gedir 2 bura, 1 bura. Olur RO2 bu formada. Dövr sistemin ümumilikdə xassələri var ki, bunlar artıb azalma xassələri bizə çox vacibdir. Biz dövr sistemin ümumilikdə bu formaya gətirsək, bu istiqamətdə bilirik ki, dövrdür, bu istiqamətdə isə qrupdur. İndi ilk növbədə deyim ki, dövrlə qrup bir-birinə əksdir. Yəni bir növ dövr bərabərdir mənfi qrup və yaxud da qrup bərabərdir mənfi dövr. Yəni bir-birinə əksdirlər. İndi bu nə deməkdir? Yəni dövrdə artan həmişə qrupda azalmalıdır mütləq və yaxud da qrupda artırsa dövrdə nə etməlidir? Azalmalıdır. Baxın, məsələn, dövr istiqamətində artır iyonlaşma enerjisi. İyonlaşma. Elektronmənfilik. Elektronmənfilik. Bir də oksidləşdiricilik. Bunlar dövr istiqamətində artırlar. Yəni dövr istiqamətində, daha doğrusu dövr istiqamətində artırlar ifadəsi biraz yanlış olar. Dövr istiqamətində dövr hardan başlayır? Soldan gedir sağa doğru. Baxın, soldan sağa doğru. Dövr istiqamətində, soldan sağa istiqamətində bunlar artır. Yəni bu istiqaməti gördünüzsə, haradakı oxun ucunu bu formada gördünüzsə, deməli artır. Amma yanlarsa bu formada qoysa artıq artmır, azalır. Çünki əksdir. İndi baxın, dövr istiqamətində bunlar artır. Qrup istiqamətində deməli məntiqən nə edir? Bu istiqamətdə azalır. Ona görə dövr istiqamətində artan, qrup istiqamətində azalır. Məsələn, qrup istiqamətində artanlar nədir bəs? Radius, reduksiya edicilik, bir də metallıq, düzdür? Metallıq. Bax, bunlar qrup istiqamətində artır. Qrup istiqamətində, qrup üzrə nə edir? Artır. Yəni, qrup üzrə artır dediyim budur. Bu istiqamət görsəz əksinədir. Çünki normalda qrup yuxarıdan aşağı başlamalıdır. Ona görə qrup istiqamətində artır. Radius, reduksiya edicilik, metallıq. Bir də nümunə göstərək. Tutalım ki, oxu verib bu formada. Deyir, nə artır, nə azalır. Görürəm ki, bu normal dövrün işarəsidir və soldan başlayır. Yəni, oxun ucu başlayır əvvəli soldan, gedir sağa doğru. Okey, onda nə artır, nə azalacaq? Deyirsiniz ki, dövrdür, normal dövrdür. Onda oksidləşdiricilik, elektronmənfilik, bir də iyonlaşma. Bunlar artır. Çünki dövr istiqamətində bunlar artır. Nə azalır desək, bunlar artdı. Nə azalır? Heç nə. Qrup üzrə artanlar azalmalıdır. Çünki dövr üzrə bunlar artırsa, o birisilər əksdir axı. Yəni azalır o cür. Radius, reduksiya edicilik, bir də metallıq. Metallıq. Bu da reduksiya edicilik. Yəni bunlar artıq azalmalıdır. Bunlar isə artmalıdır. Və yaxud da deyir, bu istiqamətində nə artır? Deyirsiniz, bu qrupun işarəsidir. Onda deyəcəksiniz ki, radius artacaq, reduksiya edicilik artacaq, bir də metallıq artacaq.
metallıq artacaq. Bunlar artırsa, deməli, avtomatik o birilər əksdir. Yəni, iyonlaşmadır, azalacaq. Elektromənfilik azalacaq. Həmçinin oksidləşdiricilik. Oksidləşdiricilik yeni necə azalacaq. Bunlar artırsa, bunlar azalır. Bəs yaxşı, indi bu istiqamətdə oxu versə, nə edəcək? Deyəcək ki, nə artır, nə azalır. Bax, artanlar, azalanlar deyir. Biz deyə bilərik ki, bu dövrün işarəsidir. Yenə dövr üzrə artanları götürək. İyonlaşma falan var idi. Bunlar artsın, o birlər də azalsın. Amma yanılarıq. Niyə? Çünki bu dəfə fikir versək, ox əksinə. Normalda bu istiqamət dövrün işarəsi idisə, bu istiqamət onun ucu əksi gedir. Yəni, dövr üzrə artanlar bu dəfə azalacaq. Yəni, iyonlaşma, elektromənfilik, oksidləşdiricilik bu dəfə azalacaq. Yəni, iyonlaşmadır, oksidləşdiricilikdir, sonra elektromənfilikdir. Bu istiqamətdə nə edəcək? Azalacaq. Yəni, diqqətli olun, normalda demişik ki, bu istiqamətdə olsaydı artardılar bunlar. Dövrün işarəsi daxı. Amma o bu dövrə bir növ əks kimi gedir. Ona görə bu istiqamətdə iyonlaşma, oksidləşdiricilik, elektromənfilik azalacaq və digərləri. Bunlar azalırsa avtomatik artanlar nə qalır yerdə? Radius, reduks edicilik, bir də metallıq. Yəni bunlar bir-birinə əks terminlərdir. Yaddan çıxarmayın. Radius, reduks edicilik, metallıq artırsa avtomatik o birisilər də azalır. Və yaxud, baxın, deyir ki, bu istiqamətdə nə artır, nə azalır. İndi deyirik ki, bu qrupun işarəsidir. Qrupun işarəsidirsə, yəni qrup üzrə nə artırdı normal, onlar artacaq. Amma yox, yanılarıq. Niyə? Çünki qrup istiqamətində bu formada olsaydı deyərdim də. Yəni yuxarıdan aşağı bu formada olsaydı, biz deyən olardı. Amma bu dəfə əksinə verib axı. Fikir verirsək, yəni yuxarıdan aşağı yox, aşağıdan yuxarı verib. Onda yuxarıdan aşağı nə artırdısa, bu dəfə əksinə olacaq. Yəni, bayaq deyirdik ki, qrup üzrə radius, reduks edicilik, metallıq artır, düzdür? Amma bu dəfə azalacaq. Niyə? Çünki əksdir. Ona görə radius, reduks edicilik və metallıq azalacaq. Və bunlara əks olan nədir? İyonlaşmadır, oksidləşdiricilikdir və elektromənfilikdir. Bunlar isə artacaq. İndi bizə normal olaraq məsələn deyək ki, məsələn elementlər verib. Tutalım deyək ki, natriumdan məsələn xlorun, elektromənfiliyin müqayisələri, radius, reduks ediciliyin müqayisələri hansı daha güclü reduks edicidir? Baxırsınız ki, natrium birinci qrupda yerləşir. Düzdür, birinci yarım qrupda yerləşən elementlərin içərisində litium, natrium, kalium falan var. Bir də xlordakı 7-ci yarım qrupdadır. 7-ci qrupda xlor var. İndi deyək ki, bunların reduks ediciliyin müqayisələ. Mən deyirəm ki, reduks edicilik nə zaman artır? Yəni, qrup yoxsa dövr? Konkret olacaq burada qrup dövrə baxırız. Mən deyirəm, reduks edicilik hansı böyüdür? Yəni, natrium verib burada. Bir də xlor verib. Hansının reduks ediciliyi böyüdür? Deməli, deyirsiniz ki, reduks ediciliyi qrup üzrə artır. İndi qrup üzrə hansı artır? Görürsünüz ki, bunlar qrup üzrə bu getdikcə artır. Xlor da artır da, düzdür? Bəs hansı daha böyük deyəsən, mən deyəcəm natrium. Bax, yazıram natrium. Niyə natrium? Çünki natrium birinci qrupdadır, xlor 7-ci qrupdadır. Xlora mən yol getmək üçün mən dövr istiqamətində getməliyəm də. Onda xlora dövrlə gedəndə artıq azalacaq natriumdan. Amma natrium birinci qrupdaydı, rahat idi. Elə aşağıya gəldim, vəsiyo. Ona görə yəni qrup istiqamətində bax atma bu deməkdir. Məsələn, tutalım sizə verir ki, kükürt, bir də deməli xlor, yəni hansının deyir reduks ediciliyi böyüdür. Siz yenə deyəcəksiniz ki, kükürt. Niyə? Kükürt 6-cı yarım qrupda yerləşir, xlor isə 7-ci yarım qrupda yerləşir. Yaxın olsalar belə, mən deyirəm ki, 6-cı yarım qrupda yerləşir oksigen, kükürt, selen. Deməli, 7-ci yarım qrupda yerləşir flor, xlor, brom, yod. İndi baxsam, bu istiqamətində radius artır. Bu istiqamətində də artır. Amma məsələn, kükürt burada rahatdır da mənə götürməyim. Gərək mən xlora getmək üçün dövrlə gedim. Birinci, sonra qrupa keçim. Yəni, dövrüm artır bu formada olanda. Onda belə çıxır ki, mənim ən reduks edici elementim kükürtdir əslində.
Çünki kükürd rahatdır. Bir qrup istiqamətində gedirəm, amma flora getmək üçün mən nə edeyim? Hələ dövr istiqamətində getməliyəm. Bəs desək ki, hansı məsələn daha elektromənfidir? Tutalım kükürd verib, bir də xlor verib. Kükürd, bir də flor versin tutalım. Deyək ki, bunların hansı elektromənfi və yaxud da hansı oksidləşdiricidir? Deyirsiniz ki, kükürd yenə 6-cı yarım qrupda yerləşir, flor 7-ci yarım qrupda yerləşir. İndi bunlarda kükürddən mən flora getmək üçün daha çox dövr sərf edirəm, düzdür? Dövr sərf edirəmsə, dövr istiqamətində elektromənfilik, oksidləşdiriciliyi artmır, artır. Deməli, ən yüksək elektromənfiliyə malik olan flordur. Ya bu formada. Həqiqətən də elementlər arasında ümumiyyətlə ən yüksək elektromənfi olan element flordur. Niyə flordur? Çünki mən normalda 7-ci yarım qrupa qədər hesablama aparanda 8 təsirsiz qazdır. 7-ci yarım qrupda da ilk başlayan flordur. Və deyirəm ki, tutalım baxın, deyirsiniz ki, flor, xlor, brom, yod. Deməli, deyirik ki, elektromənfilik, oksidləşdiricilik nə zaman artır? Dövr istiqamətində artır, düzdür? Deyirsiniz ki, niyə xlor olmasın, brom olmasın, yod olmasın, ən yüksək flordur. Düzdür, dövr sistemin ən sağda yerləşən element, yəni əsas yarım qrupda yerləşən element flordur, düzdür? Bu öz yerində. Və bu elektromənfiliyə arasında ən güclü elektromənfiliyə, oksidləşdiriciliyə, iyonlaşmaya malik olan elementdir. Niyə? Çünki dövr istiqamətində ən sağda yerləşir. Amma xlor da sağda yerləşir, düzdür, brom da sağda yerləşir. Amma fərqi odur ki, uşaqlar, xlor, brom qrup istiqamətində gedir deyə müəyyən qədər azalma baş verir artıq burada elektromənfiliyində. Amma flora mən qrupla getmirəm, birbaşa dövrlə gedirəm. Amma xlora getmək üçün tutalım gəlməliyəm 7-ci qrupa dövrlə, qəşəng artdı flor. Düzdür, ən yüksək oldu flor. Amma mən deyirəm xlora getmək üçün müəyyən qədər qrupla getməliyəm. Bu qrupla getdiyimə görə artıq bunun oksidləşdiriciliyi müəyyən qədər azalır. Artan nə olur? Reduks edicilik, metallıq, düzdür, metal deyirlər ümumiyyətlə, yəni o formada da reduks ediciliyin radiusu artır müəyyən qismdə təbii ki. Amma ən yüksək elektromənfi olan element flordur. Baxın bu formada. Deməli, bunlardan da danışdım. Radius reduks ediciliyi danışdıq, artıb azalma danışdıq. Deməli, gəlin indi elementlərin sıra nömrəsi falan anlayışına toxunaq. Deməli, Mendeleyev cədvəlində elementlər müəyyən sıraya əsasən düzülüblər. Onlar sıra nömrəsinə əsasən düzülüblər. Yəni, müəyyən sıra istiqamətində artıblar. Artma da bu formadadır, yəni adi bildiyimiz kimidir. Sıra nömrəsi 1 olan buradan başlayır, 2 olan buradan başlayır, 3 olan buradan başlayır, nə bilim 4, bu formada 5. Bu formada normal adi qayda ilə artım gedir. Və deməli, ümumiyyətlə hər hansı bir atom, hər hansı bir məsələn x elementi yazsaq, birinci bax x elementi yazıram. Bura yazmışam tutalım 10, bura yazmışam 6, bura yazmışam 16. Bunlar nədir? Bax, 10 elementin sıra nömrəsidir. Sıra nömrəsi. Düzdür, təkcə sıra nömrə adlanmır, həm də adlanır proton sayı. Hətta nüvəsinin yükü. Nüvəsinin yükü. Baxın, 10 elementin həm sıra nömrəsi, həm proton sayı, həm də nüvəsinin yükü adlanır. Bir elementin sıra nömrəsi normal halda proton sayıda nüvəsinin yükü də eyni bir rəqəmə bərabərdir. Ortada yazılan 6 adlanır onun neytron sayı. 6 adlanır neytron sayı. Yəni ortada həmişə yazılan rəqəm adlanır neytron sayı və yuxarıda yazılan 16 adlanır nisbi atom kütləsi. Nisbi atom kütləsi. Ən yuxarıda yazılan rəqəm onun nisbi atom kütləsi adlanır. Məsələn, Y elementi bura verib 7, bura verib 8, burada verib 15. Deyirəm 7 sıra nömrəsi, nüvəsinin yükü proton sayı, 8 neytron sayı, 15 isə nisbi atom kütləsidir. Bəs yaxşı. Bizə normalda bu 8-i verməsə, deyərsə 8, bu ortanı tap, yəni orta nədir? Neytron sayıdır da. Necə taparsınız? Dedim kimi, bu 7 sıra nömrəsidir. Bu 15-dən nisbi atom kütləsidir. Heç nə. 15-dən çıxacaqsınız 7-ni, eləyəcək 8, yazacaqsınız ortaya. Yəni neytron sayı dediyimiz, bax buraya yazılacaq. Neytronu tapmaq üçün, onda belə bir düstur yazıram sizin üçün. Bax, yazıram Y elementi. Düzdür? Məsələn, buraya yazıram 20. Buraya yazıram, tutalım deyirəm 15.
Burada yazıram 35. Bax fikir verdiniz. 35-dən 20-ni çıxdım, qaldı 15 yazdım ortaya. Yəni neytronu tapmaq üçün ona nə edirəm? Neytron düsturu. Nisbi atom kütlədən, yəni ayrdan, nisbi atom kütlədən çıxıram protonun sayını. Bax neytronu tapmaq üçün ayrdan protona çıxıram, alıram. Məsələn, tutalım bizə verir X elementi, bura verib 6, burada verib 9. Deyir buranı tap, yəni nisbi atom kütləsini tap. Yəni düsturu yazırsınız, neytron bərabərdir, ayır çıxılsın proton. İndi neytronu bu dəfə verib 6, ayırı bilmirəm, protonu da verib 9. Onda buradan ayrı tapanda nə edəcəksiniz? 6 üstə 9-u gələcəksiniz, eləyəcək 15. Gedib yazacaqsınız bura. 15 bu formada. Bir də məsələn X elementi burada verib 10, burayı verib 6, deyir buranı tap. İndi yenə yazıram. Neytron bərabərdir, ayır çıxılsın proton. Neytron neçədir? 6 bərabərdir. Ayır neçədir? 10. Protonu bilmirəm. Proton neçəyə bərabərdir? 10 çıxılsın 6-ya, o deyilir 4. Deməli, proton neçəyə bərabərdir burada? 4-ə. Həqiqətən də 10-dan 6-nı çıxırsınız, birbaşa yazırsınız 4. Yəni, bu riyazi formasıdır, tənli idi. Bu isə adi qaydada hesab, yəni 10-dan 6-nı çıxırsınız 4. Bu formada. X elementi 8 yazırsa, dedik bu onun sıra nömrəsi və yaxud da protonun sayı və yaxud da nədir, hətta nüvəsinin yüküdür. Burada bir 0 yazılsa, bax bu ümumiyyətlə belə deyim də, buraya yazılan 2 dənə rəqəm olacaq uşaqlar. Bax bir bura A yazıram, bir də bura B yazıram. A adlanır ionun yükü, yükü. B isə olur elektronun sayı. İyon yükü, B elektron sayı. Nə demək istəyirəm? Gəlin baxaq. X 8. İyon yükü ola bilər 2 müsbət. Tutalım deyirəm, yəni rəqəmlə olaraq 2 müsbət. İyon yükü ola bilər 2 mənfi, bir də iyon yükü ola bilər 0, yəni neytral. Hələ ki neytral da rahatdır, yəni X 8, yük də 0. Yəni bildiyimiz kimi yük müsbət ola bilər, yük mənfi ola bilər, bir də yük heç olmaya bilər, 0 ola bilər. Yük heç nə yoxdursa, deyir elektronu tap, buranı tap. Nə inirsiniz? Heç nə 8, 0. Neçə ilə deyir? 8. Yəni yük yoxdursa adi qaydadır. Bəs yük varsa, müsbət 2 varsa nə inirsiniz? 8-dən 2-ni çıxırsınız. Müsbət olanda eləyir 6 yazırsınız. Mənfi olanda 8 üstə 2 gəlirsiniz. 10 yazırsınız. Bax bu formada. Yük müsbətsə çıx, yük mənfidirsə topla, hesaba nə elirsə yaz. Məsələn, X 5. Buranı verib 3 müsbət. Ona nə edəcəm? 5-dən 3-ü çıxacam, eləyəcək 2. Yazacam bura. X 8, 3 mənfi. Mənfidirsə nə edəcəm? Toplayacam, eləyəcək 11. Bu formada. Elektron burada yazılır, yaddan çıxarmırıq. Bax burada. Proton sayı burada. Yük isə burada. X elementi versə, tutalım, bizə versə bu dəfə yükünün sayı 3 müsbət, elektron sayı 9. Deyər bu dəfə protonu tap. Bu dəfə düşünün ki, siz 9-dan 3, yəni müsbət olanda deyirdim ki, çıxırıq gedir. 9-dan 3-ü çıxıb 6 yazsaz, bura yanılacaqsınız. Və bu səhv olacaq. Niyə? Çünki biz normalda bu olanda, bura olanda rahat idi. Bura olanda bunu çıxırdıq, yazırdıq burada. Bu dəfə düşünün ki, bunu silim qoy. Buranın 9 verib. Onda deməli 9-un üstə 3 gəlin, yazın 12. 12. Bax, indi doğru olacaq. Həqiqətən də 12-dən 3-ü çıxanda 9 yazacaqsınız bura. X elementi bura verib 7, bura verib 3 mənfi. Yəni, bura soruşur sizdən, düzdür? Proton sayın, P-ni soruşur. Siz bura deyirsiniz ki, mənfi onda toplayıram. 7-nin üstə 3 gəlirəm, 10, yazıram bura 10. Amma səhv olacaq. Niyə? Çünki biz buradakı verəndə rahat idi. Bununla çıxırdıq və yaxud toplayırdıq. Yəni, buradakı protonu verəndə onda mənfi olanda toplayırdıq. Ona görə bu 10 yox, neçədir? 4-dür. Yəni, bura verəndə həmişə, buranı verəndə, bir də buranı veribsə, yəni ionun yükünü veribsə, adi qaydanla hesablayırsınız. 7 çıxılsın 3, eləyir 4. 4-ü aparıb qoyursunuz bura. İndi baxın, 4 üstünə 3 əksinə gəlirdim də, düzdür? Elədi 7.
Və bu formada hesablanır. Bunu da yəqin ki aydın oldu. Sonra deməli proton, neytron, elektron hamısının tapılmasını izah elədik. Deməli indi bizim əsasən qaldı bir dənə də məsələn adi bir nəzəriyyə kimi deyim, atom müsbət yüklü nüvədən, mənfi yüklü elektrondan ibarətdir. Nüvə özü də iki hissədən ibarətdir, proton və neytron. Yəni bunun da əzbərliyə bir dənə atom özü müsbət yüklü nüvədən, mənfi yüklü elektrondan ibarətdir. Nüvə özü də proton və neytrondan ibarətdir. Yəni bunu da öyrəndik. Qaldı bir dənə bizim deməli qrup təbəqələrimiz, dövrlərimiz, nədir onlar ümumiyyətlə, onlar haqqında məlumat verək. İlk növbədə bizə lazım olacaq əsas hissə, yəni əsas hissə biz nəyi bilməliyik? Proton sayını bilməliyik. Proton sayı. Proton sayı normal halda demişdim, proton sayı bərabərdir həm də nəyə? Sıra nömrəsinə. Sıra nömrəsinə. Hətta sıra nömrəsi də bərabərdir nüvəsinin yükünə. Yəni bu 3 normal halda, yəni standart halda x-in yükü əgər 0-dırsa, bura məsələn 8 yazmışamsa, bu 8 həm proton sayıdır, həm sıra nömrəsi, həm də nüvəsinin yüküdür. Amma yazsam x 8 2 müsbət, o cəyə bunun elektron sayı düşür 6-ya. Yəni deməli proton sayı, sıra nömrəsi, nüvəsinin yükü, hətta biz deyirik ki, normal halda elektron sayı da bərabərdir. Baxın, elektron sayı. Yəni hər hansı bir x elementi verib, bura verib 8. Bura verib 0. Bu 8 həm proton sayıdır, həm nüvəsinin yüküdür, həm elektron sayıdır. Həm də proton, sıra nömrə, elektron sayı, nüvəsinin yükü. Hamısı 8-ə bərabərdir. Amma mən buraya yazsam 2 müsbət, artıq elektron sayı dəyişəcək. Elektron sayı 6. Qalanları eyni olacaq. Proton sayı, sıra nömrə, nüvəsinin yükü yenə 8-dir. Amma elektron sayı artıq 8-dən 2-ci çıxdığınıza görə 6 oldu. Hər hansı bir x elementi verib bizə 6. Deyir ki, bu neçənci dövrün, neçənci qrupun elementidir. Bunu araşdırın. Deməli, ilk növbədə yaddan çıxarmayaq ki, biz elementin hansı dövrdə, hansı qrupda və yaxud da elektron formulunu yazmaq üçün biz onun təbəqələrini ayırmalıyıq. Yəni, altını bir növ rəqəmlərə ayırmalıyıq və ilk növbədə mütləq yaddan çıxarmayın ki, ilk başlayanda 2-dən başlamalıyam. İndi 6-nın ikisi getdi, yerdə qaldı 4'ü. Yazıram bura 4. Все. Bax, bölmədən. Həqiqətən də 2 üstə 4 yəni nə qədər? 6. 6, bax, gördünüz, bərabər oldu. X verib 8. Yenə 2, mütləq birinci 2-dən başlamalıdır. İkinci istiyədə qaldı nə qədər? 6. 2 üstə 6 gələndə 8 elədi. Və yaddan çıxarmayın ki, ilk növbədə mən təbəqələri ayıranda mütləq birinci 2, ikinci 8, mütləq. 8-dən önə keçmir. 8-dən o yana rəqəm varsa, o da keçməlisiniz 3-cüyə. 3-cü 8, 4-cü 18. Baxır, indi bəzən 18 birincidə düşə bilər, fərqi yoxdur. Təbii ki, sıra ilə, məsələn, o hesablarında görəcəksiniz. Və bu formada 2, 8, 8, sonra 18 böyüyə bilər əslində, amma çox da böyümür əslində normal olaraq. Və ən sonuncu hissiyədə biz konkret qrupunun nömrəsini yazmalıyıq. Qrup nömrəsi. İndi nə deməkdir bu? Gəlin baxaq. Tutalım, yazmışam ki, x 16. Deyir, bax, bunu aç. Yazıram 2. İkincidən sonra nə gəlirdi? 8. Nə qədər elədi? 10. İndi yeri nə qədər qaldı? 16 idi. 10'u getdi, qaldı 6. Bax, yazdım 6. 6. Deməli 16 sıra nömrəsi 16 olan bir x elementi var idi. Neçənci qrupun elementidir? Ən son nə yazırdım? Qrupun nömrəsi. Deməli bax, bu qrupun nömrəsi 6-dır. Qrup nömrəsi. 6-cı qrupda yerləşir deməli bu element. Bəs neçənci dövrün elementi desəz, deyəcəksiniz, baba, burada neçə dənə təbəqə var? 1, 2, 3 dənə. Deməli 3-cü dövrün elementidir. Fikir verdiniz, 3-cü dövrdə yerləşən və 6-cı qrupda yerləşən elementdir. İndi işlədikcə daha da anlayacağıq. Məsələn, tutalım verib x elementi 19. Deyir, bunu aç. Yenə yazırsınız 2. Sonra yazmalısınız 8. 8 2, 10. İndi qaldı neçə dənə? 9 dənə. Siz burada 9 yazsınız, tamamilə səhv etmiş olacaqsınız. Çünki bizim maksimum 8 qrupumuz var. Yəni 9 qrupumuz yoxdur.
Ən sonuncu hissəyə mütləq yaza biləcəyin maksimum rəqəm 8-dir. Çünki ən sona nə yazırdın sən? Qrupun nömrəsi. Qrup da neçəyə qədərdir? 8-ə qədər. Ona görə bura 9 yaza bilməzsən. Ona nə edəsən? Normal qaydaya əsasən gedəsən. 2, 8. Qaydan necə idi? 2 idi, 8 idi, sonra 8, 18. Düzdür? İndi deməli mən 2, 8 yazdım, 16. Heç nə, bir dənə 8 yazıram. O alacaq nə qədər? 18. Yeri neçə dənə qaldı? Bir dənə yazdım, 1. Bax, o bu neçənci qrupun elementidir? Birinci qrupun elementidir. Neçənci dövrün elementidir? 1, 2, 3, 4. Deməli, dördüncü dövrün elementidir. Dördüncü dövr birinci qrupun elementi. X20 elementini deyir aç. X20, indi artıq X20 yazmayın. Birbaşa kalsium 20 yazdım. Yəni kalsium elementinin sıra nömrəsi 20-dir. Deməli, deyir ki, bunu aç. Bunun təbəqələri ayır, neçənci dövr, neçənci qrupun olduğu müəyyən elə. Kalsium 20. Bax, yazıram yenə. 2. Sonra 8. Sonra yenə 8, 8, 8, 16, 2 dənə burada 18, 2 dənə də bura 20. 2 veririz, 20-yə tamamladım. Neçənci dövr oldu? 1, 2, 3, 4 dənə dövr var. 4 dənə təbəqə var. Dördüncü dövr. Neçənci qrup? İkinci qrup. İkinci qrupun elementidir. Bu formada, yəni elementin deməli dövrlərə və qruplara ayrılması bu formada olur. Yəni siz kalsium 20-ni siz açanda bunu 2, 8, 8, 2, 10. İndi burada deyərdim ki 10 yazım. Niyə 10 yazmıram? Çünki düzgün olmayacaq o cür. Çünki mənim maksimum 8 qrupum var. 10 qrupum yoxdur. Ona görə siz artıq qaydadan istifadə edirsiniz. 8, 2, 10 tamamlamaq lazımdır 20-yə. 10, 2, 8 qaydasından sonra nə gəlməlidir? Yenə 8 gələcək. 16, 18, yerdə qalır x'in, yazırsınız bura getdi. Bax, bu formada hesablama qaydası bu formadadır. Deməli, indi bir şey var da, burada qruplar, əvvəlcən demişdim, əsas yarım qrupda yerləşən əsas qruplar var, əsas yarım qrupun elementləri var, bir də əlavə yarım qrupun elementləri var. İndi bunları mütləq bilməliyik. Bu hissə biraz ən ağır hissədir. Deməli, baxın, bizə ümumilikdə deməli, birinci belə bir şey deyim sizə. Sıra nömrəsi 21-ci olan elementlə sıra nömrəsi 30-cu olan element 30-a daxildir. Bunlar əlavə yarım qrupun elementləridir. Əlavə yarım qrupun elementləridir. Sıra nömrəsi 21 və 30 olan əlavə yarım qrupdur. Normalda 20-yə qədər olan var idi. Yəni sıra nömrəsi 1 olsun, 2 olsun, 3 olsun, 4 olsun. Bunlar hamısı əsas yarım qrupun elementləridir. Əsas yarım qrup. 21-dən başlayaraq ta ki 30 da daxil. Yəni sıra nömrəsi 21, 22, 23 və 30-a qədər olan ədədlər harda gördüksə bu əlavə yarım qrupdur. Niyə deyirəm əlavə yarım qrupdur? Gəlin baxaq. Baxın, mən yazıram sıra nömrəsi tutalım 17 olan element. 17-ni açmaq üçün ilk növbədə deyirəm ki, yazıram saldım ki 17 əsas yarım qrupda yerləşir. Deməli 2 yazıram, 8 yazıram. 2 + 8 10. Yer nə qədər qalıb? 7-dən 17 çatmaq üçün. Bura 7 yaza bilərəm də, normal bir şeydir. Çünki mən 7 yazsam əsas yarım qrupda yerləşən elementlər ümumiyyətlə, yəni bura qrupun nömrəsini yaza bilərəm də. Bu da 7-ci qrupda yerləşir. Bu doğrudur. Yəni maksimum 8 qrup vardır. Mən 8-ə qədər yaza bilərəm onsuz da. Ona görə bu formada yaza bilərəm. Və yaxud da x tutalım yazıram 16. Yazıram 2, 8, 10. Yeri nə qədər qaldı? 6 dənə. Burada yazdım 6. Bu da doğrudur da. Yəni 2, 8, 10, 13, 6 gələndə 16. Həm də əsas yarım qrupda yerləşir. Fikir verirsiniz. Əsas yarım qrup hələ qalsın, əsas yarım qrup qalsın. Yəni 6, bura 6 yaza bilərəm də. Çünki 6 qrup ola bilər. Yəni 6-cı qrup ola bilər. Məsələn yazıram x 20 tutalım. 2, 8, 2, 8, 10. Mən bura 10 yaza bilmərəm təbii ki, çünki 8-ə qədər olur qrup. Ona görə bu 10 silirəm. Buraya yazıram 8. 8, 8, 16. Üstünə 2, 18. Yerdə qalıb 2 dənə yazıram buraya. 2 tamamlayıram. Neçənci qrupun elementidir? İkinci yarım qrupun. Özdə ikinci A yarım qrupun. Yəni əsas yarım qrup. Əsas yarım qruplar A, əlavə yarım qruplar isə B-dir. Əlavə yarım qrupların sıra nömrəsi başlayacaq 21-dən daxil olacaq 30-a qədər. Əslində 30-dan o yana da var.
Hələ ki indi deyəcəm onsuz da onları, amma əsas bizə lazım olan 21-30-dur. Demək olar ki, proqramda bunlar düşür çoxları. Deməli, əsas yarım qrupu adlandırdıq A, əlavə yarım qrupu adlandırdıq B. Düzdür? Məsələn, bu elementin neçənci dövr, neçənci qrup olduğunu yazanda kalsiumda bu X20. Deyirsiniz ki, neçənci dövr, neçə təbəqə var? 4 dənə. 4-cü dövrün neçənci qrupudur? 2-ci qrupu. 2-ci A qrupunun elementidir. Çünki A əsas idi. Sıra nömrəsi 20 də daxil olmağın əsası idi. 21-dən başlayaraq əlavə olur. 21-dən o yana harda görürüz? Deyim B-dir, yəni əlavədir. İndi nədir? Gəlin baxaq. Baxın, əsas yarım qrupun elementlərinin təbəqəsinin sonuncu hissəsi, yəni son xanıya nə yazırdım mən? Qrupunun nömrəsini yazırdım. Düzdür? Qrup nömrəsini yazırdım. Amma əlavə yarım qrupda bu belə deyil. Əlavə yarım qrupda son hissəyə mən 2 yazıram. Sadəcə 2. 2-dən artıq rəqəm yaza bilmərəm. İndi deyəcəm 2 dənə element istisnadır. Bax, əlavə yarım qrup elementlərin son hissəsinə 2 yazırıq. Bir dənə xrom 24, yəni sıra nömrəsi 24-dür. Mis, kuprium 29. Bunların ən sonuncu hissəsi var. Yəni nə qədər indi açacağıq, bunları görəcəyik. Ən sonuncu hissəsinə 1 yazılır, 2 yazılmır. Kupriumda da həmçinin nə yazırsınız yazın, ən sonu 1 yazmalısınız mütləq. Amma digər əlavə yarım qruplar var. Tutalım 27, sıra nömrəsi 27. Mən də deyirəm ki, 21-dən o yana əlavə idi axı. Yəni açanda ən sonuncu hissəyə da 7 zad yazmırsınız. Yazırsınız 2. Çünki əlavə yarım qrupdur. Sıra nömrəsi 21, deməli, sıra nömrəsi 21, 30-a qədər olanlar əlavə yarım qrupda yerləşirlər. Bax, bunlar əlavədir. 27-dirsə əlavədir. Deməli, sonuncu 2 yazacağam. Yəni, sıra nömrəsi 28. Sonuna nə yazacaqsınız? Yenə 2 yazacaqsınız. Mütləq. Çünki 21-30 arasına gördüyüm bütün rəqəmlər əlavə yarım qrupdur, yəni B yarım qrupudur və onların sonuncu hissəsinə 2 yazılmalıdır. Sadəcə xrom və mis istisnadır. Harda ki 29 gördünüz, sonuncu hissəyə mütləq 1 atmalısınız. Harda ki 27 gördünüz, sonuncu hissəyə yenə 1 atmalısınız. Sıra nömrəsi tutalım deyirəm adi. Deməli 20 neçə? 21-dən o yana dedim əlavətdə 21-də daxil olmalıdır. Düzdür? Məsələn, sıra nömrəsi 21 olan elementi yanacaq. 2 8 8 yenə yazdım. 16 18. Aha. İndi məsələ nədir? 8 8 16 üstünə 2 18. Qaldı yerdə 3 dənə. Və 3 dənədirsə sonuncu təbəqəyə də açmalıyam. Mütləq sonuncusa nə yazmalıydım mən demişdim? 2. Çünki əlavə yarım qrupdur. Əlavə yarım qrupdursa mən 2 yazmalıyam. Hardan bildim əlavədir? Demişəm əzbərləyək. Sıra nömrəsi 21, sıra nömrəsi 30 olanlar əlavə yarım qrupdur. 2 8 8 2. 8 8 16 2 18 üstünə 2 20. Deyəcəksiniz bəs bunun biri hanı? Biri isə bu 8-in üstünə 1 gəlməklə alınır. Yəni bir növ burada 8-in üstə 1, yəni 9 olur. Bax bu formada. Məsələn, x 22 sıra nömrəsi. Yenə nə edirəm? 2, sonra yazıram 8, sonra yazıram 8, 16, 18, 22-dirsə əlavə yarım qrup olduğuna görə sonuna 2 yazdım. 16, 18, 20. Yer neçə dənə qaldı? 2 dənə. 2-ni də yazdım, bura getdi. Yəni bir növ sonuncu, bu təbəqədə, 3-cü təbəqədə 10 dənə elektron var. Mən də demişəm ki, 2, 8, 8, 18 formasını düzülə bilərdi. Ən sonra da qrupun nömrəsini yazırıq. Və yaxud da ümumi 2, 8, 18, 18. Dərsdəyəm.